Salam əziz şagirdlər, mən Hilal kursları riyaziyyat müəllimi Cabbarova Aygün. Sizə Hilal kurslarının təqdim etdiyi ikinci ümumi sınaq imtahanının 4-cü siniflər üzrə olan 25 sualının izahını verəcəm. Başlayırıq 51-ci sualdan. Yarışda iştirak edən uşaqların 5də 3-ü qızlardır. Bütün uşaqları 5 hissə götürək. Qızlar 5də 3-üdür, qızlar olacaq 3 hissə. Onda 5 hissədən 3 hissə çıxsaq, oğlanlar olacaq 2 hissə. Şərtdə deyir ki, 8 oğlan varsa, onda demək ki, 2 hissə 8-dir, 1 hissə 8 böl 2, 4-dür. Bizdən soruşur cəmi neçə uşaq var? Biz bütün uşaqların sayını 5 hissə götürmüşük. Onda cəmi 5 vur 4, 1 hissə 4-dür. Ona görə 4-ə vurduq. Bərabərdir 20. Cəmi 20 uşaq var. Doğru cavab A variantı. 52-ci sual. Şərtdə deyilir ki, bir çevrənin radiusları bərabərdir. Bəli, bir çevrənin mərkəzindən çevrə üzərindəki nöqtələrə qədər məsafələr bərabərdir. Bu doğrudur. Bir doğrudur. İkinci, iki iti bucağın cəmi kör bucaqdır. Məsələn, iti bucaqlardan biri 20 dərəcə ola bilər, biri 30 dərəcə ola bilər, cəmi 50 dərəcə olacaq. Kör bucaqdırmı? Xeyr, deməli bu həmişə doğru deyil. Üçüncü, bir çevrənin vətərləri bərabərdir. Çevrənin vətəri onun hər hansı iki nöqtəsini birləşdirən parçadır. Vətər bu cür də çəkilə bilər, belə də çəkilə bilər, mərkəzdən də keçə bilər. Mərkəzə yaxınlaşdıqca vətərlər böyüyür. Mərkəzdən keçən vətər, yəni diametr ən böyükdür. Sonra yenə vətərlərin uzunluqları kiçilir. Yəni bir sözlə vətərlərin hamısı bərabər deyil. 3 səhvdir. 4-də düzgün kəsirlər birdən böyükdür. Düzgün kəsirlər sürəti məxrəcindən kiçik olduğuna görə birdən kiçikdir. 4 səhvdir. 5-ci, natural ədədin ən böyük böləni ədədin özüdür. Bəli, natural ədədin ən böyük böləni ədədin özüdür. 5 doğrudur. Neçəsi doğrudur soruşur. 1-ci və 5-ci. Doğru cavab B variantı. 54-cü sual. Düz bucaq verilib. Bu düz bucağın işarəsidir. Bir şüa ilə 2 hissəyə bölünüb. Bucaqlardan biri 5x-dır. Digəri 4x üstəgəl 9-dur. Deməli, cəmləri olmalıdır 90 dərəcə. Toplayırıq. 9x üstəgəl 9 bərabərdir 90 dərəcə. 90-dan 9 çıxırıq. 9x 81. 81-i 9-a bölürük. X 9. Bizdən x soruşur. Doğru cavab 9 B variantı. 54-cü sual. Sutkanın 4də 1-i neçə yarım saatdır? 1 sutka 24 saatdır. 4də 1 dediyi üçün 4-ə bölürük. Olur 6 saat. İndi 6 saat neçə yarım saatdır? Əgər 1 saatın içərisində 2 yarım saat varsa, onda 6 saatın içərisində də 6 vurur 12 dənə yarım saat olacaq. Doğru cavab 12 A variantı. 55-ci sual. Katerin durğun sudakı sürəti, yəni öz sürəti, sağda yazırıq axın ilə sürət, yəni ən çox olan sürəti, solda yazırıq axına qarşı sürət, yəni ən az olan sürəti. İndi deyir ki, axın ilə sürət 30-dur. Çayın sürəti 4-dür. Çayın sürəti aralardakı məsafə qədərdir. Çayın sürəti 4-dür. Katerin durğun sudakı sürətini tapın. Katerin durğun sudakı sürətini tapmaq. Deməli, soldakı nöqtəni tapırıq. Nöqtəni tapanda azaltmalıyıq. Yəni 30-dan 4 çıxırıq. Alınır 26. Doğru cavab A variantı. 56-cı sual. Şərtdə deyilir ki, avtomobil əvvəlcə A km/saat sürətlə 3 saat. Deməli, biz bilirik ki, yolu tapmaq üçün sürəti zamana vurmaq lazımdır. İndi deyir ki, A km/saat sürətlə, yəni sürət A-dır. 3 saat, deməli zaman 3-dür.
Onda A-nı 3-ə vursaq, yolu tapırıq 3. Sonra deyir ki, B kilometr saat sürətlə 4 saat yol gedib. B-ni 4-ə vursaq, sonra getdiyi yolu tapırıq 4B. Cəmi neçə kilometr deyirsə, əvvəl getdiyi və sonra getdiyi yolları toplamalıyıq. 3A üstəgəl 4B. Doğru cavab D variantı. 57-ci sual. 57-ci sualda deyilir ki, bir kiçik düzbucaqlının eni 6 sm-dir, perimetri 28 sm-dir. Biz bilirik ki, düzbucaqlının eni və perimetri varsa, uzunluğunu tapmaq üçün perimetri 2-yə bölüb eni çıxmaq lazımdır. Perimetr 28-dir. Bölürük 2-yə 14, çıxırıq enini 6-nı, olur uzunluğu 8. Deməli, bu hissə 8-dir. Ən böyük düzbucaqlı dedikdə şəkildə gördüyümüz ən böyük düzbucaqlı nəzərdə tutulur. Onun uzunluğu 3 vur 8, 24-dür. Eni də 2 dənə 6, bunları da toplasaq eni olur 12. Ən böyük düzbucaqlının perimetri bərabərdir. Uzunluq 24, en 6, 2 dənə 6-dan düzəlib 12, toplasaq 36, 2-yə vururuq 72. Doğru cavab B variantı. 58-ci sual. Şərtdə deyilir ki, 100 qram un, 80 qram şəkər, 70 qram yağ ilə halva çalınır. Onda halvanın ümumi kütləsi olur 250 qram. İndi soruşur ki, halvanın, yəni 250-nin hansı hissəsi şəkərdir, yəni 80-dir. 250-də 80, ona bölsə 25-də 8. Doğru cavab C variantı. 59-cu sual. Şərtdə deyilir ki, sürətləri eyni olan iki motosikletçidən biri 7 saat, digəri 4 saat yolda olub. İkinci birincidən 108 km az yol gedirsə, sürətlərini tapın. Deməli, əgər ikinci birincidən 108 km az gedib, bəs neçə saat az gedib, bunu tapaq. Birinci tapırıq ki, 7 çıx 4, 3 saat az gedib. Elə 3 saat az getdiyinə görə 108 km az yol gedib. Yəni, belə çıxır ki, onda 3 saata hər biri 108 km yol gedirlərmiş. 3 saata 108 km yol gedirsə, sürətini tapmaq üçün getdiyi yolu zamana bölməliyəm. Yol 108-dir, zaman 3-dür, bölürük, hər birinin sürəti olur 36. Doğru cavab A variantı. 60-cı sual. Onluq mərtəbəsindəki rəqəmi təklik mərtəbəsindəki rəqəmindən, deməli, onluq təklik. 6 vahid böyük olan iki rəqəmin natural ədədlərdən ən böyüyü ilə ən kiçiyinin cəmini tapın. Onluqdakı rəqəm təklikdəki rəqəmdən 6 vahid böyüksə, 6 sıfır ola bilər. Sonra bu rəqəmləri bir-bir artırırıq. 7 1 ola bilər, 8 2 ola bilər, 9 3 ola bilər. 9-a çatdıqsa dayanırıq, çünki 9-dan böyük rəqəm yoxdur. İndi ən kiçiyi 60-dır, ən böyüyü 93-dür. Şərtdə deyir ki, cəmini tapın. 60 ilə 93-ü toplayırıq. 153. Doğru cavab Y variantı. 61-ci sual. Şərtdə deyir ki, 3 qab, birinci qab, ikinci qab, üçüncü qab. Cəmi 80 litr su var. İkinci qabda birincidən 7 litr çox. Onda birinciyə x deyək, ikinci 7 litr çox, x plus 7. Üçüncü ikincidən, yəni ki, x plus 7-dən 6 litr çoxdur. Onda x üstəgəl 7-nin üstünə 6 gəlsək, alınacaq x üstəgəl 13. Cəmi 80-dir, toplayaq. 1x, 2x, 3x. 7 üstəgəl 13, 20, bərabərdir 80. Məchul toplananı tapmaq üçün cəmlə 80-dən məlum toplananı çıxırıq, 20-ni çıxırıq. Alınır 3x bərabərdir 60, bərabərdir 20. İkinci qabı soruşur, 20 üstəgəl 7 bərabərdir 27. Doğru cavab B variantı. 62-ci sual. Şərtdə deyir ki, anar 960 km yol gedir. Bu yol 960 km.
Yolun bir hissəsini avtobusla gedir, bu hissəsini avtobusla gedir. Avtobusun sürəti saatda 88 km/saatdır. Və şərtdə deyir ki, avtobusla 5 saat gedir. Onda sürət var, zaman da var. 88-i 5-ə vururuq, yolun uzunluğunu tapırıq 440. Ümumi yol 960-dır. 440-ını avtobusla gedibsə, çıxırıq, tapırıq ki, 520 km yolu taksi ilə gedib. Taksi ilə getdiyi yol 520 km-dir. Zaman da şərtdə verilib ki, daha doğrusu sürəti şərtdə verilib ki, 130 km/saatdır. Taksinin sürəti 130-dur. Yolun uzunluğu da 520-dirsə, onda biz yolu sürətə bölsək, zamanı tapırıq. Taksi ilə gedilən yolu tapmışam, 520. Sürət də şərtdə verilib ki, 130. Bölürük, zamanı tapırıq 4 saat. Soruşur ki, taksi ilə neçə saat yolda olub? 4 saat, Y variantı. 63-cü sual. Deməli, məxrəci 14 olan bir kəsir verilib, sağ tərəfdə də 84-də 54. A-nı tapmalıyıq, belə fikirləşək. Kəsirin məxrəci 6 dəfə azalıbsa, onda sürət də 6 dəfə azalmalıdır. Yəni, A bərabərdir 54 bölü 6, A bərabərdir 9-a. Doğru cavab C variantı. 64-cü sual. Hansı doğrudur soruşulur? 1 ən kiçik sadə ədəddir. 1 ümumiyyətlə sadə ədəd deyil. 1 nə sadə, nə mürəkkəb ədəddir. A səhvdir. 2 ən kiçik mürəkkəb ədəddir. 2-nin 2 dənə böləni var. 1-ə və özünə bölünür. Deməli, 2 sadə ədəddir. Mürəkkəb deyil. B də səhvdir. C-də deyir ki, 1 kilometr 1000 desimetrdir. 1 kilometr 10.000 desimetrdir. C də səhvdir. D-də 200-13 kilometri metrə çevirməliyik. Biz bilirik ki, 1 kilometr 1000 metrdir. Daha doğrusu 1000 metrdir. 200-13 hissəsini tapsaq, 1000 böl 200 eləyir 5, vur 13 eləyir 65 metr. Yəni, bərabərlik doğrudur. Doğru cavab D variantıdır. E variantı isə ona görə səhvdir ki, burada 0 rəqəmi qeyd olunmuyor. Onluq say sistemində ədədlər sıfırın da köməyi ilə yazılır. 0 və 1-dən 9-a qədər natural ədədlər. E də ona görə səhvdir. Doğru cavab D variantı. 65-ci sualda şərtdə deyir ki, 8 metrlik lenti 50 santimetrlik hissələrə bölünməliyik. 8 metri santimetrə çevirirəm, eləyir 800 santimetr. 800 santimetri 50 santimetrlik hissələrə bölsək, olur, hərəsinin bir sıfırını silək, 80-i 5-ə bölürük, 16 hissə. 16 hissədirsə 15 kəsim. Kəsim sayı hissə sayından həmişə bir vahid azdır. Doğru cavab A variantı. 66-cı sual. Deməli, şərtdə deyilir ki, ABC natural ədədlərdir. Bərabərliklər verilib. A üstəgəl, B üstəgəl, C cəmi ən az neçə olar? Deməli, biz bilirik ki, hasildə vuruqların yerini dəyişsək, hasil dəyişməz. Ona görə B-nin yanındakı vuruğu C-yə yazırıq. C olur 8, ən azı 8. C-nin yanındakı vuruğu B-yə yazırıq. B olur ən azı 9. İndi C-ni 8 götürmüşüksə, 8-i 2-yə vursaq, A-nı tapırıq 16. Deməli, A ən azı 16 ola bilər, B ən azı 9 ola bilər, C ən azı 8. Toplasaq, 17 üstəgəl 16, cəm olacaq ən azı 33. Doğru cavab B variantı. 67-ci sual. Deməli, deyilir ki, aşağıdakı bərabərsizliklərdən hansıların həlli bu verilən bərabərsizliyin natural həlləri ilə eyni deyil. Bizə verilən bərabərsizliyin həlləri 10-da başlayır, çünki burada bərabər var. 10, 11, 12 və bu qayda ilə ardıcıl natural ədədlərdir, 24-də bitir. 10-da başlayır, 24-də bitir. Bu bizə verilən bu bərabərsizliyin natural həlləri. İndi baxaq A variantına. A variantında bərabərliyin hər tərəfini 4-ə bölsək,
10 kiçikdir bərabərdir x. 100-ü 4-ə bölsək 25. Yəni yuxarıda verilən bərabərsizlik alınır. Həlləri də eyni olacaq. Deməli bunu götürmürük. Həlli eyni olmayan lazımdır. B variantında böl 5-dirsə hər tərəfi 5-ə vururuq. 2-ni 5-ə vururam 10, 5-i 5-ə vururam 25. Ortada da yazırıq x. Burada da aldığımız bərabərsizlik elə əvvəl verilən bərabərsizliyin eynisidir. Bu da götürmürük. C variantı çıx 9, hər tərəfin üzərinə 9 gəlirik. 2-nin üzərinə 9 gəlirik 11. 17-nin üzərinə 9 gəlirik 26. Bizim həllərimiz başlamalıydı 10-da, amma bu bərabərsizlikdə başlayır 11-də. Deməli, həlli eyni olmayan bu olacaq. D və Y variantlarında isə D-də hər tərəfi 3-ə bölsək, Y-də isə hər tərəfin üzərinə 2 gəlsək, ilə əvvəl verilən bərabərsizliyin eynisi alınır. Həlli eyni olmayan C variantıdır. Doğru cavab C. 69-cu sual. 6A sinifində təxmini 40 uşaq, 6C sinifində təxmini 30 uşaq var. Buna əsasən 6A-da ən az, 6C-də ən çox neçə uşaq var? Deməli, əgər təxmini deyirsə, burada yuvarlaqlaşdırmaq nəzərdə. Yuvarlaqlaşdırmaq. Bu belə. İndi 40 və 30 deyirsə, demək ki, onluqlara qədər yuvarlaqlaşdırılır. Onluqlara qədər yuvarlaqlaşdıranda 40 alınan, çünki 6A-da 40 var, ən kiçik ədədi tapmalıyam. Bir də onluqlara qədər yuvarlaqlaşdıranda 30 alınan, çünki 6C-də 30 var, ən böyük ədədi tapmalıyam. Onluqlara qədər yuvarlaqlaşdıranda 40 alınan ən kiçik ədəd, onun yarısını tapırıq 5, 40-dan 5 çıxırıq, ən kiçik ədəd 35-dir. Ən böyük ədədi tapanda isə onun yarısını tapırıq 5, böyüyü tapanda üzərinə 5 yox 4 gəlirik. Çünki 5 gəlsə artıq 30 yox 40 alınır. Ən böyük ədəd də 34-dür. Beləliklə 6A-da 35, 6C-də isə 34 uşaq oxuya bilər. Doğru cavab A variantı. 70-ci sual. Şərtdə deyilir ki, 3-ə bölünən bütün cüt ədədlər 6-ya bölünür. 6-ya bölünmə əlaməti həm 2-yə, həm də 3-ə bölünməkdir. İndi şərtdə deyir ki, 3-ə bölünür, həm də deyir ki, cütdür, yəni 2-yə bölünür. Deməli, 6-ya bölünəcək. A variantı doğrudur. B variantı rəqəmlərinin cəmi 6-ya bölünən ədədlər 6-ya bölünür. Rəqəmlərinin cəmi 6-ya bölünən ədəd götürək. Məsələn, 30 rəqəmlərinin cəmi 6 eləyir. 6-ya da bölünür. Amma ədədin özü 6-ya bölünmür. Və yaxud başqa misal götürək. 80 deməyək. Tutaq ki, 39. Rəqəmlərinin cəmi 12 eləyir. 6-ya bölünür. Amma ədədin özü 6-ya bölünmür. Deməli, səhv olan budur. Bizdən də səhvi soruşur. Doğru cavab B variantıdır. C-də isə 77-ni 1-ə böləndə 77 eləyir. Həmçinin burada da 77 eləyir. Bu doğrudur. D-də 0-ı neçəyə bölsək 0 alınar. 0-ı neçəyə vursaq yenə 0 alınar. Bərabərlik doğrudur. Y variantında cəmi 16 olan 2 natural ədədin hasili ən çox. Ən çox deyirsə, ədədlər bir-birinə ən yaxın və ya bərabər olmalıdır. Yəni, biz ədədləri 8 götürsək, hasil ən çox 64 olacaq. Y variantı doğrudur. Bizdən səhvi soruşur. Doğru cavab. 71-ci sual. Şərtdə deyir ki, aralarındakı məsafə 600 kilometr olan iki şəhərdən qarşı-qarşıya 2 avtobus eyni zamanda hərəkətə başlayır və 15 saatdan sonra görüşürlər. Biz bilirik ki, qarşı-qarşıya gələndə sürətlə sürəti toplayıb, zamana vursaq, birlikdə gedilən yola bərabər olur. Yəni, sürət görüşdükləri üçün getdikləri yol elə 600 kilometrdir. Sürətlərinin cəmi
Vurulsun zaman, zaman şərtdə verilib 15, bərabərdir getdikləri yol 600. Buradan 615-ə bölürük, sürətlərinin cəmini tapırıq. 600 böl 15, 40. Sürətlərin cəmi 40 imiş. İndi deyir ki, onlar 3 saat tez görüşmələri üçün. 3 saat tez görüşmək o deməkdir ki, 600 kilometrlik yolu indi 15 saata yox, 15 çıxılsın 3, 12 saata getməlidir. 600 kilometrlik yolu 12 saata gedirlərsə, onda sürətlərinin cəmi bərabərdir 600 böl 12. Yəni, sürətlərin cəmi bərabərdir 50. Əvvəl sürətlərinin cəmi 40 idi, indi oldu 50. Bizdən soruşur ki, birlikdə sürətlərini nə qədər artırmalıdırlar? 40, sonra 50. Deməli, nə qədər artıb? 50 çıx 40, 10 km/saat artmalıdır. Burada diqqətli olmalıyıq. Metr dəqiqədə verilib, kilometr saatda verilib. Bizimki kilometr böl saatdır. Doğru cavab D variantı. Yetmiş ikinci sual. Şərtdə verilib ki, aşağıdakı kəsirlərdən neçəsi 2,3 ilə 2,4 arasında yerləşir. Burada əslində onluq işarələrinin sayını eyniləşdirə bilərik. Məsələn, 2 onluq işarə varsa, arxasına 2 sıfır yaza bilərik. Burada da, daha doğrusu 1 sıfır yazarıq, 2 onluq işarə alınır. Amma məncə bunun daha rahat yolu var. Belə eləyək. Kiçik onluq kəsirə baxırıq 2,3-ə. 2,3 vergüldən sonra 3 ilə başlayırsa, onda biz də 3 ilə başlayanları seçirik. 2 tam %38, 2 tam 1000-də 309, 2 3 ilə başlayır. 2 tam %13-ü götürmürük, çünki vergüldən sonra 3 ilə başlamır. Vergüldən sonra 3 ilə başlamır, vergüldən sonra 3 ilə başlamır, vergüldən sonra 3 ilə başlayır, vergüldən sonra 3 ilə başlayır, vergüldən sonra 3 ilə başlamır. Neçəsi deyir? 1, 2, 3, 4'ü. Doğru cavab 4. Yetmiş üçüncü sual. Şərtdə deyir ki, özü ilə yarısını, yarısı 2-yə bölməkdir. Onda əvvəlki ədədi 2 hissə götürək. Özü ilə yarısının, yarısı da bir hissə olacaq. Cəmi 312 olan ədədi tapın. Deməli, belə çıxır ki, 3 hissə 312-dir. 1 hissə bərabərdir 312 bölünsün 3. 1 hissə 104-dür. Bizim ədədimiz 2 hissə idi. Onda 2-ni vururuq 104-ə, 208. Cavab 208. 74-cü sual. Atanın yaşı oğlun yaşından 5 dəfə böyükdür. Onda atanın yaşına 5 deyək. Oğlun yaşı olacaq x. Deyir ki, 8 il sonra onların yaşları fərqi 32-dir. Yaş fərqi dəyişmir. İndi ata oğuldan 32 yaş böyükdürsə, 5 il sonra da 32 yaş böyükdür, 8 il sonra da 32 yaş böyükdür, əvvəl də 32 yaş böyük olur. Yaş fərqi dəyişmir. Onda belə çıxır ki, 5x x bərabərdir 32-yə, 4x bərabərdir 32-yə, x bərabərdir 8-ə. Soruşur atanın yaşı. Atanın yaşı 5x-dir. 5 vur 8 bərabərdir 40. Doğru cavab 40. 75-ci sual. Deməli, burada ölçü vahidləri verib çevirmələr eləməliyik. 5 metr 4 desimetri desimetrə çevirsək, 1 metr 10 desimetrdir. Vurarıq 10-a. Üzərinə gələrik 4. Alınacaq 54 desimetr. 54 desimetr variantlarda yoxdur. İndi metrə çevirək. Desimetri metrə çevirək. 5 metr 4 desimetr bərabərdir. Əgər 1 metr 10 desimetrdirsə, onda desimetri metrə çevirəndə 10-a bölməliyik. Olacaq 5 metr 5 tam, 4 desimetri də 10-a böləndə 10-da 4. Onu da onluq kəsir kimi yaza bilərik. 5 tam 10-da 4. Deməli, 1-ə uyğun gəldi C. C-ni silək. İkinciyə. 4 saat 36 dəqiqəni saata çevirsək, çünki cavablarda saat var. 4 saat 36 dəqiqə. Əgər 1 saatımız 60 dəqiqədirsə,
Dəqiqəni saata çevirəndə 60-a bölmək lazımdır. 4 saat olacaq 4 tam. Dəqiqəni saata çevirsək 60-a bölürük, olur 60-da 36. Burada ixtisar gedir, belə cavab yoxdur. Demək ki, ixtisar gedib. 12-yə bölsək 3, 12-yə bölsək 5, tam hissə dəyişmir, elə 4 tam. 4 tam 5-də 3, B variantı. Deməli, 2-yə B uyğun gəlir. B-ni buradan silək. Gəldik üçüncüyə. Burada arı hektara çevirməliyik. Çünki cavablarda hektarla da arla olan cavab yoxdur. Biz bilirik ki, 1 hektar 100 arıdır. Onda arı hektara çevirəndə 100-ə bölmək lazımdır. Olur 15 tam. 244-ü 100-ə bölsək, 244. Onun tam hissəsi, bu kəsir düzgün olmayan kəsir olduğu üçün tam hissəsini ayırsaq, tam ayrılır. Yəni olur belə 15 tam, üstə gəl 2 tam %44, bunu qarşıq ədədə çevirsək. Toplasaq olacaq 17 tam %44, 17 tam %44 cavabı yoxdur, demək ki, ixtisar gedir. 4-ə ixtisar eləsək, sürətdə alınır 11, 4-ə ixtisar eləsək, məxrəcdə alınır 25. Doğru cavab 3-ə D. Deməli, 1 C, 2 B, 3 D.